Amerika Birleşmiş Ştatları rəssamı Norman Rockwell 1978-ci ildə 84 yaşında vəfat etdi. Birinci və İkinci Dünya müharibələrinin şahidi oldu. Peyklə insanın göyə uçub aya ayaq qoymasını gördü və 4000-dən çox tablo yaratdı. Norman Rockwell Amerika ikonasına çevrilmişdi. 40 il jurnala müxtəlif məzmunlu illüstrasiyalar çəkdi. Reklam tanıtımlarını fırçası ilə qələmə aldı. Amerika həyat tərzini dünyaya nümayiş etdirdi. Bir neçə Amerika Birləşmiş Ştatların prezidentinin portretini çəkdi. Bu gənc cütlük seçkilərə görə mübahisə edir. Çünki onların hər birinin öz namizədi var. Bu qadın sandığını açıb çox qəmlidir. Yəqin gözü önündə xatirələri canlanır. Avtomobili körpünün üstündə saxlayan adam çayda çimərək isti yay günəşindən sərinlənir. Bu əsgərlər yəqin ki döyüşə gedirlər. Torpaq altında mədəndə çalışan bu adamın üzündəki nura baxın. Bu qız isə kuklasının çəkməsini təmir etmək üçün ayaqqabı ustasına gətirib. Norman Rockwell'in bu problemlərlə yaşayırıq tablosu özündə irqi ayrı seçkiliyi əks etdirir. Barack Obama prezident olan zaman onu Ağ Evdə divardan asmışdı.